Kondisioner təsadüfən rahatlıq üçün yox, sənaye problemini həll etmək üçün kəşf olunub. 1902-ci ildə Amerikalı mühəndis Willis Haviland Carrier bir çap fabrikində işləyərkən maraqlı problemlə üzləşdi. Havadakı rütubət kağızı şişirdir, mürəkkəb düzgün oturmurdu. Carrier başa düşdü ki, məsələ təkcə istilik deyil, hava rütubətidir. O, havanı soyudaraq içindəki su buxarını kondensasiya edən sistem hazırladı. Beləliklə, hava həm soyudu, həm də qurudu. Bu prinsip bugün də dəyişməyib. İsti hava cihazın içinə çəkilir. Soyuq borularla təmasda rütubət suya çevrilir. Daha sərin və quru hava geri verilir. İlk kondisionerlər çox böyük idi və yalnız zavodlarda istifadə olunurdu. 1920-30-cu illərdə kinoteatrlara, sonra ofislərə, 1950-ci illərdən isə evlərə daxil oldu. Kondisioner olmasaydı, müasir göydələnlər, kompüterlər və hətta isti ölkələrdə kütləvi şəhər həyatı bu formada mümkün olmazdı.